İndi isə gəlin ərəb əlifbasında olan 15-ci hərflə tanış olaq. Bu hərf dad hərfidir. Dad hərfi eyni ilə sad hərfinin oxşarıdır, yalnız üzərində bir nöqtə yazılması ilə sad hərfindən fərqlənir. Bu hərfin düzgün səslənməsini səsləndirirəm. Dadı, dadı, dadı. Dad hərfinin məxrəci, yəni çıxış yeri, dilin sağ və ya sol tərəfi. Bir daha təkrarlayıram. Dad hərfinin məxrəci, dilin sağ və ya sol tərəfi. Azı dişlərə dəyərək, yalnız bir qeyd edim ki, sağ tərəfi daha məşhurdur. Azı dişlərə dəyərək Azərbaycan əlifbasında olan D və Z hərflərinin qarışığıdır. Hərfin məxrəcini, yəni çıxış yerini bir daha təkrarlayıram. Dilin sağ və ya sol tərəfi. Sağ tərəfi daha məşhurdur. Azı dişlərə dəyərək, azı dişlərin ya sağına ya da soluna dəyərək Azərbaycan əlifbasında olan D və Z hərflərinin qarışığıdır. Bəzi insanlar dad hərfini Z səsi ilə tələffüz edirlər və bu cür tələffüz düzgün sayılmır. Bu hərfi düzgün tələffüz edə bilməyənlər Azərbaycan əlifbasında olan D səsini tələffüz etməklə bu hərfi tələffüz edə bilərlər. Dad hərfi ərəb əlifbasında ən çətin hərflərdən biri sayılır. Hətta bəzən ərəb dilinə dad dili deyirlər. Böyük ərəbşünas və qiraət alimlərindən sayılan İbnül Cəzəri özünün yazdığı Cəzəriyyə əsərində وَالضَّادُ مِنْ حَافَّتِهِ اِذْ وَلَيَ الْأَدْرَاسَ مِنْ اَيْسَرَ اَوْ يُمْنَاهَا Dad hərfinin dilin sağ və ya sol tərəfini azı dişlərə vurmaqla tələffüz olunmasını qeyd etmişdir. İndi isə gəlin dad hərfinin yazılış formalarına nəzər yetirək. Dad hərfi eyni ilə sad hərfinin yazılış forması kimi yazılır, yəni bu formada və üzərində bir nöqtə yazılmaqla sad hərfindən fərqlənir. Bir daha təkrarlayıram. Dad hərfinin əvvəldə yazılış forması isə sol tərəfdən başlayaraq sağa doğru gəlib və sol tərəfi düz xət formasında uzadaraq və nöqtəni tam ortadan yazaraq dad hərfinin əvvəldə yazılış formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Dad hərfinin ortada yazılış forması isə hər iki tərəf, yəni sağ və sol tərəf düz xət formasında uzadılaraq və nöqtə tam ortadan yazılaraq dad hərfinin ortada yazılış formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Dad hərfinin sonda yazılış forması isə sağ tərəf düz xət formasına uzadılaraq və sol tərəfdən isə hərif bağlanaraq və nöqtə tam ortadan yazılaraq dad hərfinin sonda yazılış formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. İndi isə gəlin ərəb əlifbasında olan 16-cı hərfimizlə tanış olaq. Bu hərfimiz ta hərfidir. Ta hərfinin məxrəci, yəni çıxış yeri, dilin ucu yuxarı kəsici dişlərin kökünə dəyərək Azərbaycan dilində olan T və D hərflərinin qarışığıdır. Yəni bu hərfin ərəb əlifbasında səslənməsi bu formadadır. Ta, ta, ta. Bəzi insanlar bu hərfi tələffüz etdikdə bu hərfi ta səsi ilə tələffüz edirlər. Yəni təmiz T səsi ilə tələffüz edirlər. Bu cür tələffüz düzgün tələffüz sayılmır. Çünki bu tələffüz zamanı bu hərfə həms sifətini veririk ki, bu da pıçıltı və ya cingilti səsini verməkdir, sifətini verməkdir. Halbuki bu hərfdə həmin bu həms sifəti yoxdur və ona görə bu hərfə ta demək düzgün sayılmır. Və bəzi insanlar da bu hərfi tələffüz etdikdə bu hərfə da deyərək bu hərfi tələffüz edirlər və təmiz Azərbaycan əlifbasında olan D səsini tələffüz etməklə bu hərfi tələffüz edirlər və bu cürdə tələffüz düzgün sayılmır.
düzgün tələffüz T və D hərflərinin qaçışığı ilə, birləşməsi ilə tələffüz olunan səsdir ki, bu da ərəb əlifbasında bu formada səslənir. Ta, ta, ta. Böyük ərəbşünas və qiraət alimlərindən sayılan İbnül Cəzəri özünün yazdığı Cəzəriyyə əsərində وَالطَّاءُ وَدَالُ وَتَا مِنْهُ وَمِنْ عُلْيَ الثَّنَايَ Ta hərfinin yuxarı kəsici dişlərin kökündən çıxmasını qeyd etmişdir. İndi isə gəlin ta hərfinin yazılış formalarına nəzər yetirək. Ta hərfi yuxarı hissədən aşağıya doğru düz xətt çəkib və bir damanı əhatə edəcək miqdarda belə bir formada, belə bir simvol çəkərək və biraz sol tərəfini uzadaraq ta hərfinin sərbəst formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Ta hərfinin əvvəldə yazılış forması isə eyni ilə sərbəst formasına oxşardır. Yalnız biraz sol tərəfi düz xətt formasında uzanaraq ta hərfinin əvvəldə yazılış formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Ta hərfinin ortada yazılış forması isə eyni ilə ta hərfi yazılır və yalnız sol və sağ tərəf uzadılaraq ta hərfinin ortada yazılış formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Yuxarı hissədən aşağıya doğru düz xətt çəkilərək ta hərfinin simvolu, əlaməti çəkilir sola tərəf, sonra isə eyni ilə həmin xəttlə geriyə gələrək ta hərfinin ortada yazılış formasını yazmaq mümkündür. Ta hərfinin sonda yazılış forması eyni ilə ta hərfi yazılır və sağ tərəf düz xətt formasında uzadılır, sol tərəf isə tam bir bağlı şəkildə bağlanılır və bununla da söz bitir. Yəni, ta hərfi heç bir hərfə birləşə bilmir. Bir daha təkrarlayıram. Yuxarıdan aşağıya tərəf düz xətt çəkilir və ta hərfi yazılır və həmin xəttlə sağa doğru düz xətt çəkilərək ta hərfinin sonda yazılış formasını yazmaq mümkündür. İndi isə ərəb əlifbasında olan 17-ci hərfimizlə tanış olaq. Bu hərfimiz va hərfidir. Va hərfinin məxrəci, yəni çıxış yeri, dilin ucu, aşağı və yuxarı, kəsici dişlərin arasından bir az çıxaraq Azərbaycan əlifbasında olan Z səsinin pərtey və qalın formasıdır. Bu hərfin ərəb əlifbasında düzgün səslənməsi bu cürdür. Va, va, va. Qeyd edək ki, bəzi insanlar bu hərfə za deyərək bu hərfdən pərtey olan sifəti götürürlər, ləğv edirlər və bu hərfə za deyərək bu hərfi bu formada tələffüz edirlər. Za deyərək bu hərfi tələffüz etmək düzgün deyildir. Mütləq bir şəkildə bu hərf pərtey bir formada tələffüz olunur və aşağı və yuxarı kəsici dişlərin arasından dilin ucu çıxaraq Azərbaycan dilində olan Z səsinin pərtey və qalın formasıdır. Bu hərfin düzgün səslənməsi belədir. Va, va. Böyük ərəbşünas və qiraət alimlərindən sayılan İbnül Cəzəri Cəzəriyyə adlanan əsərində
vəzza'u vəzzəlu və sə lil-uliyə. Va hərfinin aşağı və yuxarı kəskin dişlərin arasından biraz çıxaraq tələffüz olunduğunu qeyd etmişdir. İndi isə gəlin va hərfinin yazılış formalarına nəzər yetirək. Va hərfi eyni ilə ta hərfinin yazılış forması kimi yazılır və üzərində bir nöqtə yazılmaqla ta hərfindən fərqlənir. Bir daha təkrarlayıram. Va hərfi eyni ilə ta hərfinin yazılış forması kimi yazılır və üzərində bir nöqtə yazılması ilə ta hərfindən fərqlənir. Va hərfinin əvvəldə yazılış forması isə sərbəst formaya oxşayır. Yalnız sol tərəf bir az düz xətt formasında uzadılaraq və nöqtə tam ortadan yazılaraq va hərfinin əvvəldə gələn yazılış formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Va hərfinin ortada yazılış forması isə eyni ilə va hərfinin sərbəst yazılış formasına oxşardır. Yalnız sol və sağ tərəf düz xətt formasında uzadılaraq və nöqtə tam ortadan yazılaraq va hərfinin ortada yazılış formalarını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Va hərfinin sonda yazılış forması isə yuxarıdan aşağıya doğru düz xətt çəkilərək və va hərfinin simvolu yazılaraq və düz xətt formasında sağa tərəf düz xətt formasında çəkilərək və nöqtə tam ortadan yazılaraq va hərfinin sonda yazılış formalarını yazmaq mümkündür. Bir daha təkrarlayıram. İndi isə ərəb əlifbasında olan 18-ci hərfimizlə tanış olaq. Bu hərfimiz ayn hərfidir. Ayn hərfi Azərbaycan əlifbasında olmayan bir səslərdəndir. Yəni, ayn hərfinin məxrəci, yəni çıxış yeri boğazın tam ortasıdır. Boğazın ortası sıxılaraq, bir daha təkrarlayıram, boğazın ortası sıxılaraq Azərbaycan əlifbasında olan ə, a səslərinin qarşığıdır. Bu hərfin ərəb əlifbasında düzgün səslənməsi belədir. Ayn, ayn, ayn. Bəzi insanlar bu hərfi tələffüz etdikləri zamanı ifrat və ya təfritə yol verərlər. Yəni, ayn hərfini tələffüz etdikləri zamanı boğazı həddən artıq sıxaraq bu formada tələffüz edirlər. Ayn, ayn, ayn və bu cür tələffüz etmək düzgün tələffüz sayılır. Və bəziləri isə ümumən boğazı sıxmadan bu hərfə təfrit sifətini verərək, yəni boğazı sıxmayaraq Azərbaycan əlifbasında olan ə və ya a səsinə oxşadırlar və bu hərfi bu cür tələffüz edirlər. Ayn, ayn, ayn. Bu hərfin düzgün tələffüzü nə ifrat, nə də təfrit edərək orta bir şəkildə boğazı sıxaraq bu cür tələffüz etməsi daha düzgündür. Ayn, ayn, ayn. Böyük ərəbşünas və qiraət alimlərindən sayılan İbnül Cəzəri bu hərfin məxrəcini izah edərkən ثُمَّ لِوَسْطِهِ فَعَيْنٌ حَاءُ boğazın ortasından ayn hərfinin çıxmasını qeyd etmişdir. İndi isə gəlin
ayn hərfinin yazılış formalarına nəzər yetirək. Ayn hərfi yuxarı hissədən başlayaraq və iki damanı əhatə edəcək bir miqdarda bu formada yazılaraq ayn hərfini yazmaq mümkündür. Bir daha təkrarlayıram. Ayn hərfinin əvvəldə yazılış forması isə belədir. Bir daha təkrarlayıram. Ayn hərfinin ortada yazılış forması sağ tərəfdən başlayaraq yuxarı tərəf qaldırıb, üç bucaq şəklində bir simvol çəkib və təzədən sol tərəfə düz xətt formasını uzadıb, ayn hərfinin ortada yazılış formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Ayn hərfinin sonda yazılış forması sağ tərəfdən başlayaraq üç bucaq simvol çəkib və sonra isə iki damanı əhatə edəcək miqdarda belə bir xətt çəkərək ayn hərfinin sonda yazılış formalarını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Qeyd edim ki, ayn hərfinin çap forması bu üçbucağın içi qaralaraq yazılır. Bu forma çap formasıdır. Yalnız yazdıqda isə içini qaralamağa ehtiyac yoxdur. İndi isə ərəb əlifbasında olan 19-cu hərfimizlə tanış olaq. Bu hərfimiz qayn hərfidir. Qayn hərfi eyni ilə ayn hərfinin oxşarıdır. Yalnız üzərində bir nöqtə yazılması ilə ayn hərfindən fərqlənir. Qayn hərfinin məxrəci boğazın əvvəlidir. Yəni, boğazın əvvəli sıxılmadan Azərbaycan əlifbasında olan ğı səsinin qalın formasıdır. Bu hərfin ərəb əlifbasında düzgün səslənməsi belədir. Qayn, qayn, qayn. Böyük ərəbşünas və qiraət alimlərindən sayılan İbnül Cəzəri özünün yazdığı Cəzəriyyə əsərində ədnəhu qaynun xauha, yəni qayn hərfinin boğazın əvvəlindən tələffüz olunduğunu qeyd etmişdir. İndi isə qayn hərfinin yazılış formalarına nəzər yetirək. Qayn hərfi eyni ilə ayn hərfinin oxşarı kimi yazılır və yalnız üzərində bir nöqtə yazılmaqla ayn hərfindən fərqlənir. Bir daha təkrarlayıram. Qayn hərfi eyni ilə ayn hərfinin oxşarı kimi yazılır və üzərində bir nöqtə yazılması ilə ayn hərfindən fərqlənir. Qayn hərfinin əvvəldə yazılış forması belədir. Üzərində bir nöqtə yazılmaqla qayn hərfinin əvvəldə yazılış forması yazılır.
Qayn hərfinin ortada yazılış forması isə eyni ilə ayn hərfinin yazılış forması kimidir və 3 bucaq şəklində bir simvol çəkilir və sola tərəf düz xətt formasına uzadılaraq və nöqtə tam ortadan yazılaraq qayn hərfinin ortada yazılış formalarını yazmaq mümkündür. Bir daha təkrarlayaq. Qeyd edim ki, yazdığımız zaman əlimizi çəkməməliyik və nöqtəni tam ortadan yazaraq qayn hərfinin ortada yazılış formalarını yazmaq mümkündür. Qayn hərfinin sonda yazılış forması isə belədir. Eyni ilə ayn hərfinin oxşarıdır. Yalnız üzərində bir nöqtə yazılmaqla ayn hərfindən fərqlənir. Bir daha təkrarlayıram. Qeyd edim ki, ayn hərfində olduğu kimi qayn hərfində də çap forması, ortası tam qara bir şəkildə qaralanaraq qayn hərfinin çap forması yazılır. İndi isə ərəb əlifbasında olan 20-ci hərfimizlə tanış olaq. Bu hərfimiz F hərfidir. F hərfinin məxrəci, yəni çıxış yeri, yuxarı kəsici dişlərin uc hissəsini, yəni kəsici hissəsini aşağı dodağın yaş hissəsinə vurmaqla Azərbaycan əlifbasında olan F səsinin incə formasıdır. Bu hərfin düzgün səslənməsi belədir. F, F, F. Qeyd edim ki, Azərbaycan əlifbasında olan F, ərəb əlifbasında olan F səsindən fərqlənir. Azərbaycan əlifbasında olan F daha qalın və daha cingiltisiz bir formada tələffüz olunduğu halda, ərəb əlifbasında olan F daha incə və daha cingilti formada tələffüz olunur. Yəni, yuxarı kəsici dişlərin uc hissəsi aşağı dodağın yaş hissəsinə dəyərək F, F, F deyərək tələffüz olunur. Böyük ərəbşünas və qiraət alimlərindən sayılan İbnül Cəzəri özünün yazdığı Cəzəriyyə əsərində min tarafeyhimə və min batni şəfə fəlfə mə'atrafi thənəyəl müşrifə F hərfinin məhz dediyim məxrəcdən, yəni yuxarı kəsici dişlərin ucu hissəsini aşağı dodağının yaş hissəsinə vurmaqla F hərfinin çıxmasını qeyd etmişdir. İndi isə gəlin F hərfinin yazılış formalarına nəzər yetirək. F hərfi bu formada yazılır və nöqtə tam ortadan yazılaraq F hərfinin sərbəst forması yazılır. Bir daha təkrarlayıram. Damanın tam ortasından və düz xətt formasını uzadıb və sonunu belə bir formada çəkərək və nöqtəni tam ortadan yazaraq F hərfinin əvvəldə yazılış formasını yazmaq mümkündür. F hərfinin əvvəldə yazılış forması isə eyni ilə F hərfinin sərbəst yazılış forması kimi yazılır. Yalnız sol tərəf düz xətt formasına uzadılaraq və bağlanmamaq şərti ilə və nöqtə tam ortadan yazılaraq F hərfinin əvvəldə yazılış formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram yazılışını. F hərfinin ortada yazılış forması isə sağ və sol tərəf düz xətt formasında uzadılır və nöqtə tam ortadan yazılaraq F hərfinin ortada yazılış formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Sağ və sol tərəf düz xətt formasında uzadılır və nöqtə tam ortadan yazılaraq F hərfinin ortada yazılış forması yazmaq mümkündür. F hərfinin sonda yazılışı isə sağ tərəf düz xətt formasında uzadılır
və F hərfi sərbəst forması yazılmaqla və nöqtə tam ortadan yazılaraq F hərfinin sonda yazılış forması yazmaq mümkündür. Bir daha təkrarlayıram. İndi isə ərəb əlifbasında olan 21-ci hərflə tanış olaq. Bu hərfimiz qaf hərfidir. Qaf hərfinin məxrəci, yəni çıxış yeri dilin sonu, dilin son hissəsi yuxarı damağa dəyərək və hava axını dayanaraq Azərbaycan dilində olan q səsinin qalın formasıdır. Məxrəci bir daha təkrarlayıram. Qaf hərfinin məxrəci dilin sonu yuxarı damağa dəyərək, hava axını dayanaraq Azərbaycan əlifbasında olan q səsinin qalın formasıdır. Bu hərfin ərəb əlifbasında düzgün səslənməsi belədir. Qaf, qaf, qaf. Ərəb əlifbasında olan bu hərf Azərbaycan əlifbasında olan q səsindən qalınlığına görə fərqlənir. Yəni, ərəb əlifbasında olan qaf hərfi daha boğazın içindən çıxaraq, daha dərindən çıxaraq və daha qalın formada tələffüz olunaraq və hava axını dayanaraq tələffüz olunur. Tələffüzü bir daha təkrarlayıram. Qaf, qaf, qaf. Bu hərfə Azərbaycan əlifbasında olan q hərfi ilə tələffüz etsək, bu hərfi bu formada tələffüz etsək, bu düzgün tələffüz sayılmaz və bu formada tələffüz olunar. Qaf, qaf və bu da düzgün tələffüz deyil. Daha dərindən, daha boğazın dərin hissələrindən hərf tələffüz olunur və hava axını dayanır. Böyük ərəbşünas və qiraət alimlərindən sayılan İbnül Cəzəri özünün yazdığı Cəzəriyyə əsərində "Vəl-qafu aqsal lisani" qaf hərfinin məhz dilin sonundan tələffüz olunmasını və hava axınını dayanmasını qeyd etmişdir. İndi isə qaf hərfinin yazılış formalarına nəzər yetirək. Qaf hərfi bu formada və nöqtə tam hərfin üzərində 2 nöqtə yazılaraq qaf hərfinin sərbəst yazılış formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Qaf hərfinin əvvəldə yazılış forması isə belədir. Və sol tərəf düz xətt formasında uzadılır və nöqtələr, yəni 2 nöqtə hərfin üzərində yazılaraq qaf hərfinin əvvəldə yazılış formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Qaf hərfinin ortada yazılış forması isə sağ və sol tərəf düz xətt formasında uzadılır və nöqtələr, yəni 2 nöqtə hərfin tam ortasından yazılaraq qaf hərfinin ortada yazılış formasını yazmaq mümkündür. Qaf hərfinin sonda yazılış forması isə sağ tərəf düz xətt formasında uzadılaraq və hərf sərbəst formada yazılaraq və nöqtələr tam ortadan yazılaraq qaf hərfinin sonda yazılış formasını yazmaq mümkündür. Bir daha təkrarlayıram. Burada gördüyünüz kimi qaf hərfinin əvvəl formasında sol tərəf açıqdır. Yəni, bu demək ki, özündən sonra hər hansı bir hərf bu hərfə, qaf hərfinə birləşə bilər.
Ortada yazılış forması isə sağ və sol tərəf açıqdır. Yəni özündən əvvəl və özündən sonra hər hansı bir hərflə birləşə bilər, hər hansı bir hərflə birləşə bilər və sonda isə sağ tərəf düz xətt formasına uzadılıb və bu o deməkdir ki, özündən əvvəl hər hansı bir hərflə birləşib və həmin söz bağlanaraq qaf hərfinin axırda yazılış formasını yazmaq mümkündür.